Salam dostlar, mən Fatimə. Bugün sizinlə bərabər rayonda bir gün keçirdəcəm. Amma ki, bu rayonda bir gün biraz qəribə olacaq. Çünki bugün xalam gildəyəm və burada barama falan var, ipək qurdu var ya, baxın onunla. Onu artlayacağıq. Mən indi məsələn ən sevdiyim meyvə alça, qırmızı alça ağacının yanındayım. Biraz yığacağım ki, orada özümdən məşğulat eləyim. Burada fındıq da var. Bu fındıqlar hələ yetişməz. Fındıqlar hələ ağdır. Amma yetişib. Buradan gedəndə xalamdan xahiş eləyəcəm ki, bundan biraz gidib özümdən aparım. Çünki bizdə elə bir alça yoxdur. Bu nə ağacıdır? Məriya. Bu nədir? Bilirsiniz necə? İpək qurdun necə? Mənim cibim yoxdur. Deməli, İpək qurdun özünün hördüyü barama vaxtı var. Belə ağ olur. Bax, o. Onun tozun torpağını atdıyıq. Xalamın bizim üçün düzəltdiyi bu səhər yeməyinə baxın. Çox dadlıydı. Əllərinə sağlıq xala. Deməli, həqiqətən xalam o 2-3 gündə bizə çox yaxşı baxdı. Çünki niyə? Xalam 2 daşın, 3 daşın falan arasında bizə, yəni demək olar ki, çox şey pişirdi də. Səhər yeməyi pişirdi, sonra nöqtələr çox pişirdi. Yazın görəcəksiniz, ona görə də adlarını demirəm. Bunu deyim ki, həqiqətən çox gözəl bir gün, çox gözəl bir vaxt keçirdik. Həqiqətən maraqlı idi. Yəni baraması olsun, o olsun, bu olsun. Hər də mən rayondayam bu arada, amma indi nənəmgildəyəm. İt havlamasını eşitdim, ona görə deyim bunu. Bu videomda yəni belə də çox gün çəkmişəm deyə, yəni 2-3 gün var da burada. Əgər vaxtın tutuzdura bilsəm özümdə, oraya yazacağam 1-ci gün, 2-ci gün. Çünki arada elə olurdu ki, özüm də tutuzdura bilmirdim gününü. Və belə deyim ki, aləm qarışmışdı orada bir-birinə. İndi, yəni, baxım görüm ayırt eləyə biləcəmi yoxsa yox. Amma bunu da demək istəyim ki, canım xalam, çox yaxşı ki varsan. Bizə o 2-3 gündə çox yaxşı baxdın, səni çox sevirəm. Bu arada bunu deyim ki, yəni videoları çox çəkməmişəm. Amma məsələn bu yeyib içmək videoları biraz çox olub deyə. Video 80 dəqiqəlik videoydu. Bunu kəsib biçib axırda da neçə dəqiqəlik olduğunu sizə deyəcəm. Bunu da deyim ki, kanala abunə olub, videoya like atıb, yorum yazıb, bildirişləri açmağı, yəni ding dong unutmayın. Sizləri çox sevirəm. Bunu da deyim. Yəni videomda 10 dəfə dediyim şeyi burada da deyirəm. Bunu da deyim ki, yəni kənddə daha çox hansı videoların gəlməyini istəyirsiniz, kommentlərdə bildirərsiniz. Mən də o videoları daha çox çəkərəm. Bilirəm ki, kənddə günləri özüm çəkəcəm və vaxt atacağam onları. Video editləməyə vaxtım olmayanda və ya çəkmədiyimdə onları atacağam. Və bunu da sizə demək istəyirəm ki, siz nə videoları istəyirsinizsə, mən onu çəkməsəm. Əmim qızları ilə falan çəkə biləcəyim, challenge'lar deyə bilərsiniz mənə. Məsələn, o çox maraqlı olar deyə düşünürəm. Və yaydır. Yəni, çəkə biləcəyim qəşəng challenge'lar desəz, çox sevinərəm. Belə yəni. Gedirəm sizə bu necə olur mərhələ göstərməyə. İndi qurt birinci olanda bundan balaca olur, amma bunun boyuna baxın bir dənə. Ayda nə boydadılar? Əlimi alın görün. Baxın buna. Ay. Baxın buna. Çox şirindir. Bu sonra burada baxın, hələ özü üçün də hörüb. Çox şirindir bu. Tamam, bunu qoyaq bura. Sonra baxın, ağacın üstündə özü üçün bunları hörülmüş. Belə. O qurtlar hörür bu arada. Qurtlar xalamın dediyinə görə bunlar lap balaca olanda belə
elə bir qarışqa ordusu kimi görünürmüş. Qarışqa ordusu. Sonra da böyürlər. Baxın, hətta burada da var bir iki dənə qurd. Burası bunlar heç nə eləmir də. Heç bir ziyanları yoxdur. Sadəcə barama qurdu, ipək qurdu. Yəni giyindiyimiz paltarların bir çoxu ipək qurdundan olur. Bu içindən kəpənək çıxan qurd. Baxın bu. İndi gedək artlamağım, necə artlamışıq onu göstər. Bu Nilaydı. Bu indi artlayır bunu. Baxın bu şeylər var, yarpaqların falan üstündən götürür. Və sonra belə ağappaq olur. Belə bunu əlbəttə ki bir nəfər artlamıyor. Buna burada bir iki nəfər var. Artlamışıq hamısını. Belə olur. Xalamgilin belə bir öz əkib biçdikləri belə bir yerlər var imiş. Çox qəşəng. Belə biraz geniş alanda baxın. Buna deyəsən kələmə oxşuyur. Məncə bundan çox bir bilgim yoxdur bunlar haqqında. Bunlar kələmdir deyəsən. Baxın bunlar. Bunlar reyhandır. Üstündə gətirməyib də nə olduğunu təxmin edə bilmirəm. Ama neyse bu reyhandı, bunu biləm. Bu dəqiq reyhandı. Burada nə tapdım mən? Eşekcik var. Biraz qorxuram. Hər şey çıxa bilər bundan. Ona görə çox yaxından getmirəm. Amma bir damcı sizin üçün gedim. Çünki kabak o tarafıma yerləşdirmək istəyirəm səni. Sən bağlısan. Buna baxın. Nə qəşəngdir bu? Adın nədir sənin? Yoxsa adın yoxdur? Mən eşeği həqiqətən həyatımda ola bilər ki, ilk dəfə görürəm. Yoxsa zooparkda görmüşdüm deyəsən. Amma neysə ki, bu da eşeğimiz. Buna da şəkil çəkdirək. Mən burada gördüyüm hər şeylə fotosesiya eləyirəm. Sənə də eləyəm. Əlbəttə ki, fikrini almalıyam. Birdən YouTube'da düzgün göstərmək istəməz. İndi tut dərdim, tutuyuram. Dünən nənəm doşab pişirərdə. Biz nənəm nəymiş, xalam gilə gəldim. Gəldik. Onu görə yeyə bilmədik. Yəni yeyə bilmədik, yox görə bilmədik. Yoxsa onu da vlogun sizin üçün çəkərdim. Bugün evə qayıtsaq. Yenə burada qalmasaq. Evdə sizin üçün çəkərəm doşabı. Mənim nənəm güldən ağacı həm çox gətirir, həm də ki böyükdür. Həm də ki o qədər ləzzətlidir. Böyle qəşəngdir. Böyle bir ağaç var. Zaten baxın görün nə ağacı bu. Zahiliyin inşallah zəhərləməyir. Belə tıkıl meyvələr var indi bunun. Hamısını atın dağısına. Bu qonşunun əyətində nə çox şey var. Ama qonşunun əyətinə girməyəsən əliz. Altıda bu. Altıda. Altıda çok tatlı. Kandan sonra çünkü altıda. Ben de yedim bayağı. Ama tatlı. Biraz adım soğuk tadı var. Kandan soğuk gəlir. Daş zat yoktu ki ben size daşın altına koyayım. Ağacın budağı məncə yaxşı bir seçimdir. Abruz telefon məncə buradan düşəcək mənim. Yox, telefon düşəcək buradan. Ona görə mən yığım, sonra sizə açarım. Biraz altı yığacağım. Bu qədər. Az yığdım çünki xalama demişəm ki, mən gedəndə də yığacağım. Az, şübhəli. Bu arada həqiqətən turş sevirsinizsə, yəni mənim kimi hər yerdə indi bərk altı arayışındasınız. Bunun üstündə vişnə var. Və mən bu vişnədən hara düşür? Vişnə yoxa çıxır. Bir iki tane vişnələr görüm. Vişnə orada qalsın. Vişnəni qoydum orada rəsmi. Götürdüm ben vişnəni. Tatlı da. Tatlı.
Ama bakın görüm vişne qırabilirim. 2-3 tane de vişne qırım. Verim orada barama artlayanlara. Bundan bura barama artlamağa gəlmişdim. Şübhəli. Belə də yəni kənd necə ola bilər elədir. Bu arada mən Füzuli rayonunun Böyük Bəhməni kəndindənəm. Bunu da deyim biləsiniz. Yəni ki ben buradan da Füzuli'den olanlar yaza bilər. Yerim ola bilərsiniz. Bura biraz qaranlıq olacaq. Gəlin kutuqların yanına. Bunlara bakın. Gözləyim. Buna bakın. Çok şirindi. Yüzüme koyuram gözümü rax. Saçım bak. Buna bak. Çok tatlı. Bayıldım. Çok tatlı. Evde pişirilen çörek yemedim. Bu da gün orta yemeğimiz. Bu da çok tatlıydı. Ellerine sağlık hala. Deməli mən sizə zaten o biri səs qaydında da demişdim ki, yəni bu videoda yemək içmək çox olacaq. Bəli, gördüyünüz kimi ikinci yeməyimi yeyirəm. Və bu arada rayonda belə bir şey var ki, insanlar çox tez səhər yeməyi yeyir, çox tez gün orta yeməyi yeyir, çox tez axşam yeməyi yeyir. Yəni bundan sonra biz rayondan gedəndən sonra evdə çox tez yeməyə alışırıq, sonra düzəlir yenə, amma nəysə. Bu arada inəyimiz də oradan sizə salam deyir. Mörlüyür oradan, ona görə deyirəm. Yəni burada da günorta yeməyi yeyirəm. Yəni xalam döktürmüşdü, çox dadlıydı. Bunlar da əllərinə sağlıq. Yəni deyirəm ki, xalam bu işi bacarır da həqiqətən çox dadlı yeməklər bişirir və əli də həqiqətən çox tezdir, çox tez iş görə bilir deyə mən xalama söz tapa bilmirəm yəni. Xalamın enerjisindən mənə də lazımdır, amma nerede o enerji? Xalam deyir ki, mən iş görəndə dincəlirəm. Ham barama artlayandan sonra elə bir yorulur deyir, ayala ölürəm zat. Xalam deyir ki, xalam bir də görür orada nəsə pişirir. Deyir ki, xala, bəs get sən də dincəl də. Deyir ki, mən yeməklə, mən nəsə pişirəndə dincəlirəm. Yəni hansıysan istəməz ki, belə bir enerjisi olsun. Mən çox istəyirəm məsələn. Bu yeməyimiz də bu qədər. Başqa yeməklərdə görüşmək üzrə. Allah'ım bunlar çok şirindiler. Ya Rabbim çok şirindiler. Hakikaten burada çok şirindiler. Yani diş demek falan hiç neleri yoktu. Hiçbir ziyan değmez size. Çok da şirin bir şeylerdi. Ben bunlara bayılırdım. Bayılırım. Diş demirler sadece ayaklarındaki o yapışkanlık var ya. Yapışkanlık işte. Bakın o biraz insanı gıdıklandırır diyeyim. 11 tane şu anda elimde böyle bir kurt topası var. Ama həqiqətən çox sevirəm. Çox sevdim bunları. Bu arada xanım dedi ki, bir iki dənə qoza apar. O şeylər var ya. Nə dedi? Barama. Gördüm bunları əlimdən boş kimi gəldim. Qoydum. O baramalar var ya. 15 dənə götürdüm ondan. Onları indi bir krapkada saxlayacağım və onlar mənə kəpənək verəcəklər və bunu da sizə bir yerdə çəkəcəm. Onun üçün ayrı bir qısa yaş shorts ya da ki vlog kimi bir şey düşünürəm. Çok yani en büyüklerini seçtim bu arada. Çaktırmayın. Xalama dedim. Xalam dedi ki götür apar. Biraz saxla. Saxla deyəndə yəni onlar uzağı 1, 2, 3, 4 günə falan kəpənək alacaqlar və bunu da sizə çəkəcəm. O kəpənəklər ölənə qədər mən burada qalacağam. O kəpənəklər ölüb qurtarana qədər mən burada qalacağam.
Baxın, burada elə bir özləri üçün hörürlər. Bu altdakılar başqa şey. Baxın bu şəkildə. Yəni baxın burada hörürlər. Məsələn, burada var. Bunları yuxarı mən qoyaram indi. Baxın, mən həqiqətən qurtdan dəhşətli dərəcədə iyrənən, tiksinən bir insan idim. Düz hələ də qurtdan tiksinirəm, amma ki, baxın, burada hətta biri var. Qalıb burada yazıq. Burada da var. Bu yaşayır görən. Onun heç onu mən görmürəm. Hə? Hana bu? Hə, neysə də buraları bir yerde var. İndi yəni bunu. Bu arada sən götürmürsən deyənlər üçün. Baxın, mən götürdüm. Oradan bunu götürdüm, gətirdim, qoydum əllərimlə bura. Ki, məsələn, bu daha yaxşı ot yeyə bilsin. Bax, məsələn, bax. Bu yazıq burada qalıb. Bu da bu arada məlum, yəni dayanamayıb ölənləri də var, onu deyim. Allah'ım, bunun böyülüyünə bax. Və bu hələ də iş başındadır, yiyir bu yəni. Oha, nə qədər yiyib bu. Baxın, bu da yiyir. Hamı iş başındadır, hamı bir şeyler yiyir. Baxın, bu da yiyir hətta. Bunun böyülüyünə baxın. Yoxsa bunu göstərim bəyəxsi. Yox, amma bu değildi deyəsən. Oy Allah, sən cəmaatın payına niyə girmisən? Bunu bu kadar yani normal ağırdılar, ama inansız qozaları o kadar yüngüldü. Bu da kısa olabilir çünkü həqiqətən arada paramalara. Buna bakın, iş üstünde birisini tuttum. Ve çalışıyorum ki size göstereyim çünkü mənim üçün bu ilk deneyimdi ve yani bilmirəm. Saxlayanlarınız varsa heç yani məşğul olmuşsunuzsa, nə olar mənə yazın. Gedirəm hayat axtarışına. Çünkü mənim rayonda bir dənə otum var. O otu çox sevirəm. Ot deyəndə göyərti kimi göyərti kimi elə deyilir də onsuz da göyərti kimi nəzərdə tuta bilərsiniz onu. Onu çox sevirəm. Ona saldım. Burada neyse yirdi ha. Neyse mən gələn kimi qaçdı. Ay Allahım, qorxmuram. Qorxmuram, şübhəli. Tapdım. Gözləyim, qırım, var aşkım. Allahım yarabbim, qorxuram. Arı. Arını çəkmədən arı qaçdı, amma bir dəqiqə. Onun adını deməyəcəm, bilənlər yoruma yazsın. Burada böcək zadı var. Burada qurt var, amma o qurtdan qorxuram. İşte biliyorum yani. Bu otun adını bilən varsa yorumlara yazsın. Mən sonra deyərəm bunu bir videomda sizə. Çox, mən sevirəm bunun dadını. Qəşəng məncə. Məncə çox qəşəng dadı var. Hətta bunun salatını eləyirəm mən. Ay Allah, buradan qorxuram. Bəyək səs gəldi buradan. Yəni sevirəm də, bunu bayağı çox sevirəm. Düzdür, indi. Ne kadar dadı yoktu ama qatığa qatanda dadı olur. İndi sevmedim. Hem de iğrendim birazcık çünkü burada yazan çok şey var. Tahmin edirsiniz yəqin ki. O bir də deyirlər bak kameranın ağzına salma. Ama yani olur da arada fikir verə bilmirəm və biraz yaxından çəkir. O ağzına salmaq deyil ki. Birincisi de ki o mənim istəyənlər görsün, birinci öz kanalına yazdığı videolara baxsın. Eğer kanalında video paylaşmışsa birinci öz kanalına baxsın, videolarına baxsın, o videolarına. Birincisi mənim kütləm az ola bilər. Məncə bunun səbəbi də budur ki, həqiqətən shorts videolarla məncə kanal yığmaq daha asandır. Məsələn,
nə bilim, mənə daha asan gəlir. Amma mən bunu eləmərəm, çünki ancaq short. Mən bunlara çox marağım yoxdur. Özümü çəkmirmişəm. Hə, amma ki. Məncə uzun videolarla tamam. Əgər başqa bir platformada, başqa bir platformada əgər yəni bilindik bir insansansa, ona da nə qədər yəni bir əziyyət əmək lazımdır da. Ona əziyyət əmək lazımdır. Amma ki, oturup yerimizdən kimsə linçləmək çox şey məsələsidir. Rahat. Amma yəni qəlb qırmaq çox böyük bir günahdır da. Yəni bunu deyim biləsiniz. Kimsə qəlbini qırmaq alıb bir neçə bədəldən, yəni neçə günahdan daha ağır bir şeydir. Düzdür, mən o qədər də pis olmuram indi. Hal-hazırda düzdür, amma əsəbləşirəm əlbəttə ki. Bu şeydir, bu nədir, bu mənə bu yorumları yazıb, özünə baxmır. Amma əlbəttə ki, hamısı olur. İndi mənim fikrim daha azdır və yorumlarım belə demirəm ki, mənim yorumlarım mıjqırır da yorumdan. Mən onların yorumlarına fikir verməyəcəm. Yox, əlbəttə ki, yorumlara baxanda çıxır qabağıma. YouTube bildirişləri mənə çox göndərir. Əgər gerisi yersiz hər bildirişi göndərir deyə bildirişləri eks eləyirəm. Amma sonra deyirəm, baxıram, görəm ki, ay Fatimə, sən bu YouTube bildirişlərinə həmişə gir bax. Bu nədir? Bunlar azıblar yollarını, bunlar nədir? Sayıda bunlar başları çatmır ya bunların. Neyse, çok pozitif şeylərə. Ya mən sevən bu halından sevir. Sevmirsənsə izləmə, yeri çıx get. Kimsə səni, məni sevənlər, mən sizi bura zorla tutturmuşam ki, mənim kanalımı izləməlisən. Mənim kanalımı mütləq izləməlisən. Hər videomda da bununla, bir də ki, bunu düşün ki, yazın ki, mən 12 yaşlı qız uşağıyam. Bunu düşünərək linç yazırsasa, bunu düşünərək yazın. Yəni o özlərinə sığışdırmayıb. Ay Allah. Mənim fikrimcə, mən şəxsən mən linçlənmişəm hissiyatında da deyil. Çünki heç görəm baxıram ki, ay Allah, yorumlarına bunu yazıblar. Niyə yazıblar ki? Mən keçmirəm. Mən əgər xoşuma gəlmirsə, mən baxmıram. Keçirəm. Bu qədər. Qutardı. Mən yəni mesela əsəb olanda məsələn girib yazıram, bu mənə neysə eləyibsə, məsələn girib onu yazıram ki, sən get özünə bax falan, neysə də heç yazmamışam deyəsən. Amma ki, bu mən linçlər gələndən sonra mən onu daha çox diqqət eləməyə çalışdım. Məsələn, linçləyən insanları görən kimi direkt ona, sən onlara fikir verməyə çox gözəlsən falan yazmağa çalışıram. Amma ki, bilmirəm niyə, YouTube mənim shortslara yorum yazma özəliyimi bağladığı üçün ona çox təşəkkür eləməm əlbəttə ki. Bağladığı üçün mən shortslara yaza bilmirəm. Amma shortsdan başqa toplulukları falan da yaza bilirəm. Amma bir sorun var ki, mən topluluğa öz topluluğumun göndəri də, belə deyim, topluluk göndəri. Nə düşün artıq ondan? Uzaqdan çəkim. Mən uzaqdan görmək istəyənlər. Mən 5 dəqiqə danışıram. Hə, yəni, nə deyirdim? Həm bir də mən göndərilərimi, topluluklarımın yorumlarını bağlayıb açmağa çalışıram, aça bilmirəm. Bilmirəm, bəlkə də mənim telefondan da bilmirəm, deyək. Bir də ki, çənəsə kimi idi, yazmışdı ki, o mənim, mənim o Vikingə mindiyim video var, baya qışqırıram. Qorxmaq deyil, sadəcə o için, adamın içində qəribə bir hiss olur. Bax, mən biraz, elə bildim, 4 yarpaqlı yolda saldım. Hə, ben o hissdə çox qışqırmışam. Və düşəndə də deyirəm ki, mən qətiyyən qışqırmam. Şərəfməylə qışqırmam. Ondan sonra da zaten zarafat olmasaydı, götürüb anqırdığım hissələri ora yəni bitişdirməzdim. Bir yazıb ki, sən də çatışma, nədir? Sən anan atan tərbiyə verməyib sənə. Anan atan tərbiyən burada nə daxili bilmirəm. Bir də ki, sizdən çox tərbiyə görürəm mən. Yazır ki, şeydir. Nədir onun adı? Sən orada bağırırsan, düşürsən, deyirsən ki, mən heç qışqırmadım. Ayda, netdə də məni. Netdə, xahiş edirəm, netdə məni. Bir dəqiqə. Hə, yəni, yorum bunları baraq. Altına da mən cavab yazmamış, çox sağ olsun. Bir dənə izləyicim götürüb yazıb ki, altına. Deyirsən, mən elə yorumların çoxsunu silirəm.
Yəni, həm özümü görməmək üçün, həm görüb əsəblərimi pozmamaq üçün onları silirəm. Deyəsən, bəlkə də silməsəm o qalıb, bilmirəm dəqiq. Hə, elə yazıb. Sonra biri yazıb ki, buna baxmayın, bu sizə aid içəriklər ürətmir. Yəni, videolar paylaşmır. Yazdım ki, necə videolar paylaşım? Deyir, sən özün bilirsən. Mən bilmirəm sənin bu tiklər necə olub. Yəqin cəmaət sənə baxır ki, gülsün biraz. Boşbəkarçılıqda görək bu gicinə paylaşıb gülək. Özüm paylaşdığı 3 dənə sahibsizlər editidir. Nə gündə. Nəsə ki, mən yazmadım. Mənim nəyimə lazım. Nə gündə 3 dənə sahibsizlər editi heç eləyə də bilməyib. Ne yaşayırsınız siz? Çox maraqlıdır, həqiqətən. Siz görəsən nə düşünüb yazırlar, yəni məsələn, o linkləri. Kimsə onları linkləsə özün necə o şəklə qoyar ki? Yəni sən kimsən ki, məni link istəyirsən zat? Bu da çox az var imiş. Mən alçı xəstəsiyəm. Hayır, bu kadar. Bu videoda linklerle bağlı danıştım. Neyse ki gelen videoda danışmayacağım. Öptüm. Bakın biz artdırıq və bu şəkildə ağappaq qalırlar. Ağappaq da yox, ağ qalırlar. Yəni buna görə də biz artdırıq onları. O qədər, bu qədər. Deməli, indi deyəcəksiniz ki, bu nədir? Biz xalamdan piraşki istəmişdik. Daha doğrusu ağzımızdan piraşki kəlməsi çıxmışdı. Xalam da tezcənə gördüyünüz kimi pişirməyə qoyulub. Burada xalam artıq kartofunu içinə qoyub forma verir. Bizim bu arada bunu pişirməmişdən qabaq xəbərimiz var idi. Amma buna sonra pişirəcəyinə xəbərimiz yox idi. Onu sonra görəcəksiniz. Yəni belə. Burada xalam artıq piraşkiləri qızartmağa başlayır. Piraşkilər burada qəşəng-qəşəng qızarır. Artıq nəhayət piraşkilər bişdi və mən birazdan bunları qəşəng-qəşəng yeyəcəm. Xalam həqiqətən bu işi bacarır, çox dadlıdır. Çox sağ ol xalacığım. Biz bugün də buradayıq. Bugün 3 gün olur ki biz buradayıq. Və çox əyləncəli keçirdik. Bugün barmağı qurtardıq. Sonra bugün elə bir xalam bizə ödülümüzü verdi. Hər yer ki başqa da sürprizim var. Böyle o sürprizini alacaq. Ama çox istəyir. Bayıldım. Artıq o sizə sürpriz dediyim sürpriz ekler. Xalamın eklerinin çox dadlı olduğu bir söhbət geçmişdi aramızda və xalam görür ki, ekler pişirir. Həqiqətən bu arada xalamın ekleri çox dadlı olur. Xala əllər və sağ.
Bu xalamcılın kavaçkisidir. Çox böyüyüb. Bunu deyir ki, xalam yemək olmaz da. Bunlar da normal boyut. Və isə bu yekə. Nə boydadır bu? Həqiqətən çox böyükdür. Bunlar da normal boydur. O ekstra boydur, bu normal boydur. Əlimə tikanlar batdı. Biberlərdir. Çəkərəm. Bir de orada da var imiş biber. Gördünüz. Bu da biberdir. Bunlar da lobiyadır. Xalamın xəbəri yoxdur. Lobiya nə qədər gətirib. Xalamın başına çavaqda qarışıb baramaya, qurda. Ona görə də xalamın həyatından xəbəri yoxdur. Bu acı biber də əlində qaldı. Neysə burada orada kabaçkilərlə, orada xiyarımız da var. Onu da götürüb. Onu bunu da onun yanına qoyaq. Alır. Burada. Pomidorlar amma hələ yetişməyib. Buna baxın, uğur böcəyi. Dilək diləyin, mən də diləyəcəm. Gözət diləyimi diləyim elə qədər. Keçən sizə göstərdiyim otlar. Bunun adını, buradansa yorumlara yazsın, mən bunun adını sonra gələn videoda sizə deyərəm. Yəni kənddəki bir vlogda deyərəm. Ya da yazın, mən sizə özüm komentariyalarda yazarım. Hər yerdə var, baxın belə, bunlar. Ben bunu çok seviyorum yani. Böyle çok huzur vericidir. Böyle kuşların sesi falan. Size asmır eləyəcəm, gözləyin. Bir şey de var. Bu turşuları falan içine koymak içinmiş. Bilmirdim. Xalam gör ne kadar yığıb. Xalam gör ne kadar yığıb. Çoxuymuş. Lobiyada çoxuymuş. Deməli bu videonun da sonuna gəldik. Birazdan yani barama falan da biraz qalıb. O da bitəcək. İstədim buradan getməmişdən qabaq videonu bitirəm. Deməli kanala abone olup videoya like atıp yorum yazıp bildirişləri açmağı yani ding dong unutmayın. Sizləri çox sevirəm. Gələn videolarda görüşmək üzrə. Bye.